Herkese salam. Heç fikirləşmisinizmi ki, hər gün istifadə etdiyimiz o telefonların, kompüterlərin içində əslində nə baş verir? Gəlin bugün birlikdə rəqəmsal dünyanın sirli qapılarını açaq və hər şeyin sehirli görünən, amma əslində tamamilə məntiqə əsaslanan iş prinsipini kəşf edək. Baxın, bütün rəqəmsal dünyamız əslində bu sadə sualın cavabında gizlənir. Yəni, bir kompüter sevdiyiniz mahnını necə eşidir və ya ailə şəklinizə baxanda nə görür? Bütün bu məlumatlar, sevdiyiniz musiqilər, ailə şəkilləriniz, hətta bu an izlədiyiniz məzmun belə cihazınızın yaddaşında hansı formada saxlanılır? Bu suallara cavab tapmaq üçün gəlin ən başa qaydaq. Hər şeyin təməlində duran anlayışla başlamalıyıq. Ümumiyyətlə, informasiya nə deməkdir? Bu bizim səyahətimizin ilk dayanacağıdır. İlk baxışdan çox sadə səslənir, elə deyilmi? Ətraf aləmdən aldığımız hər cür məlumat, bir kitab səhifəsi, quşların cıvıltısı, hətta bir insanın üz ifadəsi, hamısı informasiyadır. Amma bizim üçün bu qədər təbii olan bu şeylər var ha, kompüterin o soyuq məntiqi üçün tamamilə başqa bir dilə, başqa bir formaya tərcümə edilməlidir. Yaxşı, bəs bu tərcümə prosesi necə baş verir? İnsanların anladığı dünyanı maşınların başa düşdüyü sıfırlar və birlər dünyasına necə çeviririk? Cavab, rəqəmsal dünyanın ən kiçik amma ən vacib kərpicində gizlənir. Tanış olun, bu bitdi. Rəqəmsal kainatın belə deyək bölünməz atomu. Bütün o nəhəng proqramlar, sevdiyiniz oyunlar, hətta ən adi mətin faylı belə təsəvvür edin, hamısı milyonlarla, bəzən milyardlarla bu kiçicik zərrəciklərin birləşməsindən yaranır. Bir bitin məntiqi bilirsiniz nə qədər sadədir. Elə bil otağınızdakı işıq açarıdır. Ya yanıb, bu bir deməkdir, ya da sönüb, bu isə sıfır və salam. Ortası yoxdur. Yarım yanıq vəziyyət mümkün deyil. Məhz bu qəti hə və ya yox prinsipi bütün rəqəmsal texnologiyanın təməlini təşkil edir. Bizim üçün rəngarəng bir foto, melodik bir musiqi və ya mənalı bir mətin, kompüter üçün sadəcə budur. Sıfırlar və birlərdən ibarət uzun, biraz da darıxdırıcı görünən bir sıra. Bu, rəqəmsal DNT-dir. Kompüterin anladığı yeganə dil budur. İndi isə gəlin səviyyəni biraz artıraq və byte-la tanış olaq. Əgər bit bir hərfdirsə, byte da bir söz kimidir. Yəni, daha böyük bir məna daşıyır. Adətən 8 bit bir yerə yığılır və bir byte əmələ gətirir. Bu da, məsələn, klaviaturadakı bir hərfi, rəqəmi və ya simvolu yadda saxlamaq üçün kifayətdir. Yaxşı, bəs gündəlik həyatda tez-tez eşitdiyimiz o megabaytlar, gigabaytlar, bu anlayışlar haradan gəlir? Bu baytlar necə böyüyür ki, bizim üçün məna kəsb edən o böyük həcmlərə çevrilir? Gəlin indi bu rəqəmsal ölçü vahidlərinin pillələrinə birlikdə baxaq. Baxın, rəqəmsal dünyanın riyaziyyatı belədir. Hər şey 8 bitdən 1 baytın yaranması ilə başlayır. Amma sonra işlər daha da maraqlı olur. Hər yeni pilləyə keçəndə həcm təxminən 1000 dəfə artır. Amma dəqiq desək 1024 dəfə. Yəni 1 kilobayt 1024 baytdır, 1 megabayt 1024 kilobaytdır və bu beləcə davam edir, ta terabaytlara qədər. Bu iyerarxiyanı bir nərdivan kimi təsəvvür edin. Ən aşağı pillədə tək bir hə və ya yox siqnalı olan bit dayanır. Sonra 8-ə vurub bayta çatırıq. Oradan da 1024-ə vura-vura kilobayt, megabayt, gigabayt və nəhayət nəhəng terabaytlara qədər gedib çıxırıq. Tək bir siqnaldan bir neçə saatlıq yüksək keyfiyyətli filmi saxlaya bilən həcmə qədər olan möhtəşəm bir səyahətdir bu. Yaxşı, bu bitlər, baytlar kompüterin içində necə hərəkət edir, necə emal olunur? Bunun üçün kompüterin, belə desək, danışdığı dilə, yəni siqnallara qulaq asmalıyıq. Əsasən iki fərqli siqnal növü var ki, bütün rəqəmsal prosesləri məhz onlar idarə edir. Gəlin fərqi anlamaq üçün çox sadə bir nümunəyə baxaq. Fasiləsiz siqnal maşınınızın sürət göstəricisi kimidir, düzdürmü? Sürət 50-dən 60-a qalxanda o aradakı bütün dəyərlərdən keçir. 50.1, 50.2, 55.7, sonsuz sayda nöqtədən. Amma diskret siqnal isə işıqfor kimidir. Onun cəmi 3 konkret vəziyyəti var. Qırmızı, sarı və ya yaşıl. Vəssalam, arada başqa rəng yoxdur. Bu prinsipi başqa sahələrə də tətbiq edə bilərik. Məsələn, bir mahnının səs dalğası tədricən qalxıb enir. Bu fasiləsiz siqnaldır. Amma bir cümlədəki hər bir hərf, onlar ayrı-ayrı konkret elementlərdir. Bu isə diskret informasiyadır. Kompüterlər də məhz bu ikinci növ informasiya ilə, yəni dəqiq, ayrı-ayrı dəyərlərlə işləməyi sevir. Və bütün məsələnin canı da elə budur. Kompüterlərin dünyası diskret siqnallar üzərində qurulub. Niyə? Çünki onlar qeyri-müəyyənliyi sevmir. Onlar üçün hər şey dəqiq olmalıdır. Ya birdir, ya da sıfır. Məhz bu səbəbdən real dünyadakı bütün o fasiləsiz məlumatlar, məsələn səsimiz, gördüyümüz görüntülər rəqəmsallaşdırılarkən bu diskret hə-yox dilinə çevrilir.
Bütün bu abstrakt sıfırlar və birlər haqqında danışdıq, çox gözəl. Bəs bu görünməz informasiya fiziki dünyada özünə necə ev tapır? O bitlər və baytlar əslində harada yaşayır? Cavab informasiya daşıyıcılarındadır. Bu çox sadə bir termindir. İnformasiyanın saxlandığı və ötürüldüyü hər hansı bir fiziki vasitə. Təsəllür edin, min illər əvvəl insanlar üçün bu daş lövhələrdir, bugün isə bizim üçün cibimizdəki balaca bir yaddaş kartıdır. Gəlin məlumat saxlama vasitələrinin təkamülünə bir nəzər salaq. Hər şey kağızdan başladı. Kitablar, əl yazmalar. Sonra maqnit dövrü gəldi. O köhnə sərt disklər, maqnit lentlər. Ardınca optik texnologiyalar, CD-lər, DVD-lər və nəhayət bugün istifadə etdiyimiz elektron daşıyıcılar, o kiçik flash kartlar, yaddaş kartları. Görün nə qədər möhtəşəm bir yol keçmişik. Bu təkamülün bəlkə də ən gözəl nümunəsi elə budur. Bir vaxtlar məlumatı əlimizdə tutduğumuz kağız qəzetlərdən alırdıq, indi isə bütün kitabxanaları cibimizdəki bir cihazda gəzdiririk. Bu, sadəcə texnoloji bir sıçrayış deyil, bu bizim informasiya ilə qurduğumuz bütün münasibətin kökündən dəyişməsidir. Beləliklə, bütün danışdıqlarımızı bir cümlə ilə yekunlaşdırsaq, nəticə nə olur? Cihazınızdakı hər bir şəkil, hər bir mahnı, hər bir mesaj əslində yanıb sönən milyardlarla kiçik açarın mürəkkəb bir naxışından başqa bir şey deyil. Bu qədər sadə bir prinsipdən bu qədər mürəkkəb bir dünyanın yaranması həqiqətən də heyrətamizdir. Və sonda gəlin bir anlıq düşünək. Əgər işləyən bir proqramla çökən bir proqram arasındakı fərq sadəcə bircə dənə 0 və ya 1 ola bilərsə, bu, gündəlik həyatımızı idarə edən texnologiyaların pərdə arxasında nə qədər həssas və dəqiq bir tarazlıq üzərində qurulduğunu göstərmirmi? Bu barədə düşünməyə dəyər.